İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin, bir düyməyə basmaqla ev inşa edirsiniz və yaxud istədiyiniz formada geyimlər yaradırsınız. Sanki fantastik filmlərin ssenarisi kimi görünür. Lakin bu artıq reallıqdır. 3D çap texnologiyası həyatımızı dəyişdirən və istehsal anlayışını tamamilə yenidən müəyyən edən inqilabdır. Bu texnologiya 70-ci illərdə meydana gəlsə də, Azərbaycanda bununla bağlı son illər irəliləyişlərə nail olunub. Asan Xidmət tabeliyində fəaliyyət göstərən İnnovasiya Mərkəzinin laboratoriyası bu sahədə işlər görür. Ənənəvi istehsalatdan fərqli olaraq burada istədiyimiz formanı istehsal edə bilər. Yəni məsələn, ənənəvi formada biz hansısa bir zavoda, hansısa bir fabrikaya müraciət etsək, hansısa bir maşının, hansısa bir dəzgahın istehsal etmək uzun müddət vaxt alır. Və bizə müraciət edirlər, onun əsasında 3D-nin əksini hazırlayıb təhvil verə bilirik. 3D çap, üç ölçülü obyektlərin qat-qat yaradılmasını təmin edən texnologiyadır. Çap prosesində plastik, metal, keramika və ya hətta bioloji materiallardan istifadə olunur. 3D çapla bağlı bütün printer növləri əsas birləşdirən amil odur ki, onların lay by lay üst-üstə yığılmasıdır. Sadəcə olaraq onların bir-birlərindən fərqləndirən isə o layları necə əldə etməkdir. Yəni, misal üçün, ənənəvi yayılmış FDM printerləri götürsək, orada plastik əriyərək 200-250 dərəcə arasında hər bir lay 3D printerin platformasına çəkilir və növbəti laya keçir. SLI 3D printerdə isə həmən eyni lay ultra bənövşəyi işıqla altdan vurulur və həmən o ultra bənövşəyi işıqların deyəcəyi maye, yəni fotopolimer, o bərkiyir. Və CGP texnologiyası var. CGP texnologiyasında material toz şəklində olur. Və sanki un kimi bir material səpilir və 3D printerin başlığı ora maye püskürür. Həmən püskürülən yerlər bərkiyir. Həmən toz gips tərkibli də ola bilər, metal da ola bilər və s. Materiallar artıq çeşidi çoxdur. Titana kimi materiallar istifadə olunur. 3D çap artıq təkcə prototiplər deyil, hazır məhsulların istehsalı üçün də geniş istifadə olunur. İndiki dövr istehsala keçmə dövrüdür. Çünki bu vaxta kimi 3D printer yalnız 3D prototiplərin hazırlanması üçün istifadə olunur. Çünki materialı baha başa gəlir. Artıq bizim indiki zamanda material qiyməti aşağı düşdüyü üçün artıq bəzi şirkətlər kiçik istehsalla da məşğul olurlar. Ənənəvi istehsalla 3D printer arasında fərq bundan ibarət ki, ənənəvi istehsalda kütləvi sifarişlər nəzərdə tutulur və onların sürəti daha çox. Ancaq 3D printerdə individual olaraq, fərdi olaraq yanaşıldığına görə burada müəyyən bir vaxt gecikməsi ola bilər. Üstün cəhət ondan ibarətdir ki, istədiyimiz detalı biz əldə edə bilirik. 3D çap texnologiyasının tətbiq sahələri olduqca genişdir. Demək olar ki, bütün sahələrdə tətbiq etdiyimiz modellər çap oluna bilir. Paltar dizaynerləri müraciət edirlər, müəyyən elementlər paltarda görmək istəyirlər. Yəni, bu sahəyə qədər 3D texnologiyası keçib. Tip sahəsidir, maşın sənayesi sahəsidir. Səhiyyə sahəsində alətlərdən tutulur, maketlərin hazırlanmasına kimi, insan orqanlarının maketinin hazırlanması. 3D skanerdən keçiririk, sonra dizayn üzərində aparılır. Ola bilər, detal hansısa bir zədəsi var, təzəsi yoxdur, zədələnmiş bir detaldır. Zədə bərpa olunur və istehsala verilir. Hesab olunur ki, gələcəkdə 3D çap texnologiyası ənənəvi istehsal üsullarını tamamilə dəyişdirə bilər. Avtomatlaşdırma ilə inteqrasiya olunan bu texnologiya istehsalın çevik, qənaətli və ekoloji cəhətdən daha dayanıqlı edir. Marsda kolonizasiya eləmək istəyirlər, insanların ora köçürülməsi. Orada insanlar ora köçməmişdən qabaq, oradakı bütün istehsalı 3D printerlər edəcək, 3D texnologiyalar vasitəsilə. Çox sürətlə inkişaf elədiyinə görə, hətta texnologiya sahəsində kosmik gəmilərin belə ehtiyacları 3D printerlərlə hazırlanır. Bu deməkdir ki, artıq 3D printer çox sürətlə inkişaf eləyir. Bundan da daha sürətli olacaq. 3D çap texnologiyası bir alət deyil, həm də yeni bir sənaye dövrünün başlanğıcıdır. Gələcəkdə bu texnologiyanın həyatımıza gətirəcəyi yeniliklər gözlədiyimizdən daha fərqli olacaq və bunu birlikdə izləyəcəyik. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.